Bayram bazarlığı etməyə başlamısınızmı? Rəy bölməsində yazın. Mən bu gün etdim. Düzdür, meyvə, tərəvəz almadım. Bir kartof, soğan aldım. O heç gündəlik tələbatdır zaten. Bu bazarlığa ümumilikdə 160 manat verdim. Amma 14 manat kartof, soğana addelini verdim. Puldan, yəni bu puldan əlavə. Bilmirəm, çox baha mı vermişəm, amma mənə elə gəlir ki, çox ucuz oldu. Həqiqətən bu boyda şeyə 160 manat çox yaxşı tutdu. Düz əvvəlki vaxtda 160 manatla bir aylıq evi dolandırmaq olursa, indi 160 manatlıq bazarlıqla uzağa mən 2 nəfərəm, belə deyim, 3 nəfərəm, uzağa bir həftə gedir. Amma belə götürəndə, yəni bizim ailəyə bir aylıq 350 manat tam gedir də, yəni tam bazarlıq gedir, ət pullu falan. Hələ qaz pulunu, işıq pulunu içində saymıram. Yeməyi sayıram sizə ki, təkcə 350 manat elə ərzaqa gedir. Mən niyə hindi elədim bayram bazarlığını? Çünki bayrama 2 gün, 1 gün qalmış marketlərdə hər şey qalxır. Çünki bilirlər ki, yəni bunları almalısan, ona görə də qaldırırlar qiyməti. Amma belə vaxtı gedib alanda çox rahat olur, yaxşı olur. Həm də adam az olur. Ona görə rahat formada gedib alıram. Yoxsa bayram vaxtı marketlərin hamısında tıxac olur. Demək olar ki, hətta inanın ki, bir dəfə keçən il bayrama bir gün qalmışdı, gedib alanda marketdə əməli başdı. Kassada probkaydı. Ona görə də belə vaxtı getdim, aldım. Həm rahat, həm bilirəm ki, artıq nəyim var, nəyim yox. Olmayanlarda meyvələri falan da bayrama bir gün qalmış sveç alacağım. Qalan hər şeyi almışam. Qızlar, belə deyim, həqiqətən də çox bahalıqdır. Allah hər kəsin ruhsini versin. İnşallah ki, bu 2026-cı il bizə hər birimizə düşərli olar. İnşallah uğurlu gələr. Və kimlər evdən pul qazanmaq istəyirsə, bax belə gözəl ailəsinə bazarlıq edib, ailəsini bayramda sevindirmək istəyirsə, əminəm ki, bütün xanımlar da istəyər ki, ailəsinə dəstək ola, yoldaşına dəstək ola. Ona görə də mütləq və mütləq mənim nömrəmə yazırsınız. Evdən oturaraq pul qazanmaq həqiqətən də çox asandır. Özdə mənim komandamda inanın ki, lap asandır. Və siz rəy bölməsinə yazın görək, bayram bazarlığını etmişsinizmi? Və mənim etdiyim bu 160 manatlıq bazarlığa dəyərmi, yoxsa dəyməzmi? Rəy bölməsində mütləq yazın. Siz deyin görək, qiymətləndirməni siz edin. İnşallah belə qızlar və səhifəmi takip etməyi, bəyənməyi, videomu isə təkrar paylaşmağı unutmayın. Çox sağ olun. Hələlik sizi çox sevirəm. Təşəkkür edirəm bəyənənlərə və takip atanlara ilk növbədə minnətdarlığımı bildirirəm. Qızlar, belə videomuzu izləməyi, axıra qədər baxmağı unutmayın. Təşəkkür.